Herkese salamlar dostlar. Bugün sizlerle birlikte önemli bir test eləyirik. Özdəki deyirəm, arkadakı videonun konumuzla əlaqəsi yoxdur. Konumuz Azərbaycan tarixdə olmasaydı nələr baş verərdi? Bunu tarixin dövrlərinə görə ayıracağıq. Ən qədim dövrlərdə Albaniya dövründən indiki məsələn 1800-lü, 1900-lü illərə qədər gedəcəyik. İndi Azərbaycanın ən önəmli başarılarından biri mənə görə Pompeyin Qafqaz səfərlərində Albaniyanın Romaya qarşı 40.000 nəfərlik böyük bir, yəni o vaxta görə çox böyük bir ordu gətirməsi idi. Mənə görə tarixdə ən böyük başarılardan birisi budur. Əgər Albaniya 40.000'lik ordu Azərbaycan tarixdə olmasaydı nələr olardı bu dövrdə? Roma mümkün olduğu qədər ilərləyərdi. Asiyada İrana qədər ilərləyə bilərdi. Məsələn üçün Herata qədər ilərləyə bilərdi və Ərəb yarımadasında Rusiya bölgələrinə daha sürətlə yayıla bilərdi. Mənim fikrimcə belədir. İndi başqa bir dövrə əsasən götürək. Məsələn üçün Azərbaycanın Ərəb dövrlərinə götürək. Yəni 700-900-lü illər arasında. Bu vaxtda Azərbaycanın önəmli digər bir başarısı Xürrəmlər hərəkatı. Xürrəmlər hərəkatı əgər olmasaydı, ərəblər böyük bir ehtimalla daha güclü olacaqdı və Xaçlı səfərlərində xristianları dayandıra bilərdi, müsəlmanlığı daha böyük bir əraziyə yaya bilərdilər. Xürrəmlər hərəkatı sadəcə müsəlmanlığa qarşı deyildi. Xürrəmlər hərəkatı ərəblərin ağır vergi sisteminə qarşı yaranmışdı. Həmədan bölgəsində Babək adlı bir şəxsin qurduğu hərəkat nəticəsində ərəblər zəifləmişdi və Xaçlı səfərlərində daha da zəifləyib üstünə Monqol yürüşlərində artıq bitmişdi. Yəni 800-900 illərdə beləncə olmuşdu. Ərəb dağılandan sonra 900-lü illərdə Azərbaycanın 5 ədəd dövləti növbə-növbə yaranmışdı. Birincisi Şirvanşahlar. Bu 930'lu illərdən başlayıb 1538'ə qədər, yəni təxminən 600 ildən çox eləyir. Yəni Osmanlıdan belə daha uzun yaşamışdır. Nəysə, mövzumuz bu deyil. Mövzumuz Rəvvadi və Şəddadi. Selçuklular bu dövrdə Rəvvadi və Şəddadi dövlətlərində Selçuklu tayfaları sığınmışdı. Əgər Azərbaycan tarixdə olmasaydı, Selçuklular da burada sığına bilməyəcəyi üçün türklərin ya sonu gələrdi ki, bundan şübhəliyəm, türklərin sonu gələ bilməzdi, ya da ki daha uzağa köç eləmək məcburiyyətində qalardılar. Tarixə baxsanız, Selçukluların Rəvvadi və Şəddadi dövlətlərində sığınıb bir müddət onlarla yaşaması və Gürcü, erməni xalqları ilə müharibə eləmələri, daha sonra Selçuklu tayfalarının artıq özlərinə Selçuklu imperiyası yaradıb Rəvvadi və Şəddadi özlərini asılı hala gətirmişdilər. Tam hala 1050'lərdə zətdə son qoymuşdular. Yəni əgər Rəvvadi və Şəddadi dövlətləri olmasa, Selçuklunun təməli çox daha gec atıla bilərdi və ya çox başqa yerlərdə atıla bilərdi. İndiki türk dövlətləri bu halda ola bilməzdi. Sonra əgər Azərbaycan tarixdə olmasaydı, bu Səfəvlərin də olmaması deməkdir. Səfəvlər yoxdursa, tüm müsəlmanlıq dünyası sünni olardı. Şiəli heç yaranmamış olardı və Osmanlı bütün sünniliyi tüm İslam dünyasına qəbul etdirərdi. Və Osmanlını Avropaya daha çox yönəldərdi. Çünki Osmanlının Avropaya getməməsinin bir səbəbi də şərqdə böyüyən Səfəvi təhlükəsi idi. Səfəvilər şiəli propagandası ilə Osmanlıyı içinə çökməyə çalışmışdı.
Saldıran döyüşündə Osmanlılar Səfəviləri məğlub etmişdi. Bunun haqqında da video eləyəcəm. Hə. Daha nə? Azərbaycan olmasa demək ki də şiəlik də olmayacaqdı. Bəlkə tarixdə heç şiəlik də olmayacaqdı. Bütün Müslüman dünyası sünni olacaqdı. Daha sonra isə daha iləri vaxta keçək. Əgər Səfəvilər olmasa, yenə Səfəvilərdən danışırıq. Əgər Səfəvilər olmasa, Portuqaliyalılar Hörmüzü ələ keçirəcəkdilər və bəlkə də indiki İran heç yaranmayacaqdı. İndiki İran heç yaranmaz. Onun torpaqlarına Avropalılar yerləşərdi. Böyük ehtimalla Portuqaliya burada çox daha böyüyərdi. Əgər Səfəvilər yoxdursa, deməli Səfəvilər Portuqaliyalılar buradan da rədd eləyə bilməyəcəkdilər. Ona görə də yəni Səfəvilər yoxdursa, Portuqaliya Asiya qitəsində yayılmışdır deməkdir. Azərbaycan olmaması demək, yəni əfşarların və ya Qacarların da olmaması demək. Azərbaycan əgər olmasaydı, Ermənistan və Gürcüstan indi heç yaranmamış olacaqdı. Azərbaycan olmadığı üçün Qacarlar dövləti Rusiya ilə heç müharibəyə girməyəcək bəlkə də. Girsəydi belə ermənilərin oraya yerləşdirilməsi heç lazım olmayacaqdı. Çünki oradakı Azərbaycanlı əhaliyə görə Ruslar erməni xalqı yerləşdirmişdilər. Əgər Azərbaycan olmasaydı heç buna da ehtiyac yox idi. Yəni bəlkə də ermənilər heç tarixdə qurulmayacaqdı. Ermənistan dövləti heç qurulmayacaqdı. Amma daha sonra, məsələn, daha sonraya da gedək. 1945 İkinci Dünya müharibəsi. Əgər Azərbaycan olmasaydı, o dövrdə Ruslar çox böyük ağır məğlubiyyət alacaqdı. Nə üçün bunu deyirəm? Çünki o dövrdə SSR-nin ən böyük neft qaynağı Bakıda idi. Bakıda əgər olmasaydı, Azərbaycan olmasaydı, Bakı heç olmayacaqdı. Bakıda olmayacaqdı. Bakının olmaması demək, SSR-nin üçün neft yanacağı, tankları, təyyarələri üçün yanacağın olmaması deməkdir. Bu da ki, SSR-nin İkinci Dünya müharibəsinin bütün taleyini dəyişdirə bilərdi. Nazilər daha sürətlə yayıla bilərdi. Rusiyaya da Moskova qədər ilərləyə bilərdilər. Amma bundan əvvələ də geçsək, 1800-lü illərdə ilk neft də olmayacaqdı. Neft tapılacaqdı. Amma nefti ilk sənaye üslubu ilə nefti Bakıda 1800-lərdə çıxarmışdılar. Əgər Azərbaycan olmasaydı, Bakıdakı neftlər də çıxmayacaqdı və neftin işlənimi çox daha sonralarda yayıla bilərdi. Mən Fərhad, bugünlük məndən bu qədər. İnşallah videoyu bəyənərsiniz. Kanala like atıp abone olmayı, bildirişləri də atmayı unutmayın. Görüşürüz. Bay bay.